Tolik, 2018-ci ildə mənim keçmişdə dövlət işində işləmişəm. Mənim iş yoldaşlarımı böyük bir təhlükə gözləyirdi. Vətəndaşların şikayət əsasında onların aldığı pullar, rüşvət kimi məsələlər. Qapıma uşaqlarını götürdü, gəldilər. Balaca uşaqları var idi ki, mənə kömək elə uşağım, mən tutulmayım, uşağım anasız qalmasın. Mən amma tutulanda atam mənə zəng vurdu, bir söz dedi. Sən vaxtında türmədən qurtardıqların bugün sənin balavı anasız qoyub həbsə saldılar. Böyük ictimai təhlükə törətməyən maddə ilə xüsusi ittiham qaydasında barəmdə 3-4 nəfərdən şikayət olmuşdu və mən o şikayət əsasında həbs olundum. Amma səmimi buradan bir etiraf edəcəm ki, o məsələ boş bir hissə idi. O şikayətin arxasında başqa məqamlar dayanır. Var əlimdə çoxlu sübutlar. Bir də bir söz demək istəyirəm. Mən oğlumu, qızımı böyüdəndə bax bu alın açıqlığımla böyütdüm. Heç kimin çörəyi ilə deyil. Bu yerlərə zəhmətimlə gəlmişəm. 5 ildir də bu sənətdəyəm. Bütün müğənnilərin, bütün musiqiçilərin, bütün vətəndaşların qarşısında başuca qadın oldum. Heç kimlə mənim adım hallana bilməz. Allah cənab prezidentimizə can sağlığı versin ki, o 22 günü böyük toxunacaq. 22 gün mənim üçün vətəndaşlar yazır ki, 22 gün nə idi? 22 saniyə belə mənim üçün dərman idi. Çünki mən mayın 1-i ana olaraq övladımı Rinaldi müayinədən keçirdəndə ağciyərin düyünləri aşkarlandı və həkim mənə onkoloji ehtimalı daha çox olduğunu dedi. Dəniz Əsədov olaraq mən onkologiyada müalicə alan xəstələrə ximiya, əməliyyat, nevroloji xəstəxanada uşaqlar var ki, mən onların əməliyyatına, müalicələrinə böyük yardımlar eləmişəm. Allah ürəyivə görə versin. Çox sağ ol. Mənim bir övladım paraliz olub 2 dəfə. Mən o ailənin əziyyətini çox çəkmişəm. Heç vaxt bu barədə heç danışmamışam. Mənim uşağım evdə təhsildir. Evdə təhsil uşağın anasını, ikinci uşağın da ağır xəstəlikdən əziyyət çəkdiyi halda bu maddə ilə həbs olunması, bağışlamamağının arxasında başqa məqamlar dayanırdı. Və bir söz demək istəyirəm, o sizə zəng vuran şəxsə də, digər bütün məni izləyən, mən bilən bugün çoxlu sayda məni adamlar izləyir və narahatdılar. Pişiyin ağzı deyir, ətə çatmayanda əteyi verir. Mən əxlaqımı, namusumu dəyişmədim. Heç vaxtda dəyişmərəm. Mən cəza çəkmə müəssisəsinə atamın, oğlumun alnını uca tutub dik girdim. Cəzamı kişi qızı kimi çəkib. Cənab prezidentin sayəsində mənim boynum qıldan qanun qarşısında incədir. Bir kişinin qarşısında baş əyirəm ki, o da mənim ölkəmin cənab prezidentidir. Mən azadlığa çıxdım. Həmişə azadlıqda olasın.